Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bir hissəsi olaraq birbaşa ticarətin başlanması barədə hazırlıqlar 11 may 2026-cı il tarixində başa çatıb. Yenavaz.com TRT Haber istinadlı xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli sosial şəbəkə səhifəsində məlumat verib. Mətbuat katibi həmçinin 2022-ci ildən bəri davam edən iki ölkə arasında normallaşma prosesi ilə bağlı yeni tənzimləmənin təfərrüatlarından bəhs edib. Onun sözlərinə görə yeni qayda sayəsində artıq Türkiyədən Ermənistana üçüncü ölkə vasitəsilə və ya Ermənistandan Türkiyəyə eyni marşrutla gedən malların son təyinat yerini və ya mənşə yerini sənədlərdə Türkiyə-Ermənistan kimi göstərmək mümkündür. Keçeli həmçinin sərhədin açılması üçün texniki işlərin görüldüyünü bildirib. Digər tərəfdən iki ölkə arasında quru sərhədinin açılması prosesindən danışan Keçeli artıq sərhədin açılması üçün lazımi texniki və bürokratik hazırlıqların hələ də davam etdiyini qeyd edib.